iştirak edir. Və Təhsil İnkişafı Fondu öz dövlət və özəl tərəfdaşları ilə bir yerdə, xüsusən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə bir yerdə 2022-ci ildən bu layihəni həyata keçirir. 360-a yaxın deməli bu layihədən bəhrələnən var, artıq məzunlarımız var, onların bir hissəsi çalışır, bir hissəsi təhsillərini davam etdirir. Azərbaycan Dövlət İqtisad Universiteti Maliyyə ixtisasının 4-cü kurs tələbəsiyəm. Təhsil İnkişafı Fondu tərəfindən həyata keçirilən və Next Holding tərəfindən həyata keçirilən Parlaq Təqaüd proqramının 50 gənc qızdan qalibindən biri oldum. Sevindirici haldır ki, hər iki bu təqaüd proqramının ilk qaliblərindən, ilk məzunlarından biriyəm. Təqaüd çərçivəsində mənə verilən təqaüd sayəsində öz ixtisasımda qabaqcıl olan beynəlxalq sertifikatlar əldə etdim və hal-hazırda əmək fəaliyyətinə məşğul oluram. Həqiqətən də biz cəmiyyətin inkişafı, o cəmiyyətin yaşayan, o cəmiyyətin tərkib hissəsi olan qadınların inkişafından çox asılıdır, birbaşa asılıdır və bir cəmiyyətin qadınlarının güclü və savadlı olması yalnız və yalnız həmin